Bax, iynədir. Mən bunu əlimə batıranda bu məni incidir. Biraz da dərin batırsam əlim qanayacaq. Amma nə edirəm? Mən əlimi qorumaq üçün ki, əlim incinməsin, mən özümü qoruyuram. Yəni əlimi qoruyuram. Həyatında səni incidən insanlara əgər sən icazə verirsənsə, əlbəttə ki, hər kəs səni incidə bilər. Ancaq sən özünü qorumağa bacarırsan, sual verəcəksən ki, yaxşı, necə özümü qoruyum? Öncəliklə, bax gör, sənin yaran nədir? Sən nədən incirsən? Sən nədən küsürsən? Səni nə daha çox incidir? Hansı fikir, hansı söz? Və sən bunu anlayanda, sən özünü daha yaxşı qorumağa bacaracaqsan. Bəzən özünü qorumağa çalışan insanlar nə edir? Müdafiə mexanizmi kimi hər kəsdən qaçmağa çalışır. Amma bu da bir qorunma üsulu deyil. Yadında saxla, biz bu dünyada təsəvvür edək ki, bir okeanda yaşayırıq. Bu okeanda hər cür akula da var, delfin də var, balıq da var, tufan da var, külək də var, günəş də var. Sən həm bu okeanın, o günəşli havaların, o gözəlliklərin keyfini çıxartmağı bilməlisən. Həm də özünü qorumağa bacarmalısan. Qaçaraq yox. Öz zəif tərəflərini bil və sən özünü daha dərindən tanıdıqca özünü daha yaxşı qorumağa bacaracaqsan.